İndiyənə kimi heç nebulalar haqqında eşitmişik. Əgər indi ətraflı məlumat verəsə olsam, çox vaxt alacağından qısa məlumat verib qalanını özünüzə buraxıram. Nebulalar kosmosda olan çox böyük qaz və toz buludlarıdır. Həmin bu nebulalar fərqli yollarla ortaya çıxardılır. Məsələn, birinə növünə verim. Enerjisi bitən bir ulduz partlayır və həmin bu partlayışa supernova deyilir. Bu partlayışdan sonra partlayan ulduzun ətrafa yaydığı qaz və toz buludları və ya qalıntıları nebulaların ortaya çıxmasına səbəb olur. Bəs bunları anlatmağımın səbəbi nədir? 1960-cı ildə astronom olaraq bilinən John Flamsteed digər nebulalardan çox fərqli olan bir nebula kəşf edir. Qıpqırmızı və gülə bənzədiyinə görə adını Rosetta Nebula, yəni tərcüməsi gülə bənzəyən qaz buludu qoyur. İndi əgər Rəhman surəsi 37-ci ayəyə baxsaq, göy yarılıb, yanıb, qızaran yağ kimi qıpqırmızı gül halına gəldiyi zaman deyə bir cümlə işlədilir. Vardətən qıpqırmızı gül. Sanki ayə birbaşa bu hadisədən danışır. Göy yarılıb dedikdə supernova dediyimiz ulduz partlamasını, yanıb qızaran yağ kimi dedikdə bu partlayışlarda günəşin istiliyindən belə dəfələrlə çoxalan 1 milyar santiqrad dərəcə istiliyi, qıpqırmızı gül dedikdə isə bu hadisələrdən sonra ortaya çıxan eynən qırmızı gülə bənzəyən nebuladan xəbər verir. Baxın, bunu kəşf edən adam John Flamsteed xristian olaraq doğulub, xristian olaraq da ölüb. Yəni əgər bu nebulaya verdiyi qırmızı gül adının birbaşa Quran ayəsi ilə üst-üstə düşdüyünü bilsəydi, bəlkə də başqa bir ad qoyardı. Amma baxanda görürük ki, Rasulullah sallallahu aleyhi və səlləm sanki 14 əsr bundan qabaq həm nebulaların necə yarandığını, həm də hansı nebulanın insanların daha çox diqqətini çəkəcəyi qədər digərlərindən fərqləndiyini bildirmişcəsinə Quranda bizə işarələr qoyub. Hətta daha əmin olaq deyə rənginin nə olduğuna kimi qeyd edeyim. Bir insanın belə bir məlumatı kitabında qeyd eləməsi üçün ta ulduzlara kimi çıxıb, bütün ulduzların partlayışını müşahidə edib, bu partlayışlar arasında ortaya çıxan nebulaların ən çox gözə batanını seçməlidir. Buradan onu anlamış oluruq ki, bu 14 əsr qabaq bir insanın öyrənə biləcəyi bir məlumat deyil. Belə bir məlumatı bildirmək ancaq bütün kainatın sahibi və yaratdığı hər şey elmində olan Allahın göndərdiyi elçinə vəhy etməsi ilə ola bilər.